Salam, hər vaxtınız xeyir olsun. Mən Fizika Akademiyanın informatika müəllimi Məxluqə müəllim. Bugün sizlərlə növbəti sınağımızın izahını paylaşacağam. Gəlin baxaq. İlk birinci sualımız belədir. Piksel ölçüləri 1024/256 olan təsvirin Semyank rəng rejimində kodlaşarsa, onun informasiya həcmi neçə olar və kilobaytla istəyir. Təbii ki, Semyank dediyi üçün neçə baytdan? 4 baytdan istifadə edəcəm və deməli 1024 yazacağım bura piksel ölçüləri 1024 vurulsun 256 vurulsun Semyank 4 bayt dediyi üçün, deməli 4 bayta və alınan cavabı kilobaytla istədiyi üçün bu zaten baytla alacağım cavabı. Kilobayt istədiyi üçün də 1024-ə böləcəm. Burada 1024-ləri ixtisar edəcəm və bu da bərabərdir mənə verəcək neçə dəfə? 2024. Fikir cavab olacaq nə? Burada B variantı. Bu qədər sadə. Növbəti suala keçək. Növbəti sual. Göründüyü kimi deyir, şəhərlər verilib. Şəhərləri əlaqələndirən yollar verilmişdir. Hər bir yolu göstərilən istiqamətdə hərəkət edir. A şəhərindən N şəhərinə, C şəhərindən keçməməklə, baxın C-dən keçmir. Ona görə C-yə gələn və C-dən çıxan bütün oxları nə etməliyəm mən? Silməliyəm. Baxın, silirəm. Və daha sonra isə növbəti normal qaydada bunların hər birini nə edəcəm? Yazacağım. Deməli, A-dan çıxanların üzərindən 1, 1, B-yə 1 daxil olub 1 çıxır, Y-yə 1 daxil olub 1, 1 çıxacaq, D-yə 1 daxil olub 1 və 1 daxil olub yenə 1, 1 çıxardacağım. Daha sonra deməli, F-ə 1 buradan 2 daxil olduğu üçün 2, 2, 2 çıxacaq və daha sonra isə 2 buradan daxil olub 3 çıxacaq, 2, 3 buradan daxil olub 3 çıxacaq. Ümumilikdə cəm 3 plus 2, yəni ikisi 5, 5-in üstünə 3, neçə eləyəcək? 8. Deməli, nə qədər yol gedib? 8 qədər müxtəlif yol gedə bilər. Aha, növbəti suala baxaq. Növbəti sualımız belədir. Qeyd edir ki, 8-lik say sistemində ən kiçik 4 rəqəmli ədədlə. 8-lik say sisteminin ən kiçik 4 rəqəmli ədədim 1, 0, 0, 0-dır. Bu 8-lik say sistemindədir. 9-luq say sistemindəki ən böyük rəqəmli ədəd isə təbii ki 8, 8, 9-luq say sistemində. Və bunları cəmli 10-luq say sistemində istəyir. Və təbii ki, normal qaydada mən bunların hər birini 10-luğa çevirəcəm və oradan o şəkildə tapacağam. Normal qaydada 0, 1, 2, 3 və yenə 0, 1. Və qeyd edim ki, hər zaman imtahanda da mütləq şəkildə hesab makinənizdən istifadə edin. Çünki müəllimlərin əksəriyyətində və yaxud da ki, digər müdavimlərdə mən bunu daha çox gözləmləyirəm ki, hesablamada bəzən xırda səhvliklərə yol verir. Onları aradan qaldırmaq üçün, yəni o səhvlərə yol verməmək üçün mütləq şəkildə hesab makinənizdən, yəni zaten MİQ və sertifikasiyada hər birinizdə sizə kalkulyator veriləcək. Və mütləq şəkildə istifadə edin. Ən xırda hesablamalarda belə. Məsəl üçün 8-in kubunda biz tamam, okey, bilirik 64 vurun, yəni bir dəfə də vurun 8-ə özünüz üçün də 512. Və dəqiq əmin olmaq üçün, hesablama aşıbqası etməmək üçün. Yenə deyirəm, ən xırda məsələlərdə belə, hesablamalarda belə mütləq şəkildə. 8 dəfə 9, 72, tamam deyə bilərsiniz ki, 72 üstünə 8 gəlmək, onu belə hesab makinənizdə edin ki, daha rahat olsun sizin üçün. Deməli, və bunların da toplanmasını yenə hesab makinənizdə edin və yaxud da ki, bu şəkildə. Deməli, 592, burada cavab olacaq nə? B variantı. Normal qaydada hər birini 10-luğa çevirdim və topladım. Növbəti suala baxaq. 4-cü sualımız. 4-cü sualımız belədir. Deyir ki, paletradakı 4096 müxtəlif rəng çalarlarından ibarət olan qrafik təsvirin çevrilməsi zamanı üfüqi piksellərinin sayını 4 dəfə, şaqili piksellərinin sayını 2 dəfə azalır. Aha, burada deməli 4 dəfə və 2 dəfə nə var? Azalma var. Okey, paletrada olan rəng çalarlarının sayı 64-də endirilmişdir. Bu çevrilmədən sonra təsvirin ümumi informasiya həcmi neçə dəfə artıb? Baxın, 4096 neçə, deməli 2 üstü yazıram bura 4096. 2 üstü 12.
və 12 bitdən istifadə edilib. Deməli, üfüqi və şaquli piksellərimin sayını x, y mən götürsəm əgər, nə olacaq? 12 x, y birincinin həcmidir. Digəri isə 64-ə endirilib. 2 üstü 6, 6, 4 və 2 dəfə də nə olub? Deməli, burada 4 dəfə artım var. Artım. Qeyd edilməyib. Artım. Və 2 dəfə azalmadır. 4 dəfə artım, 2 dəfə azalma deyirsə, 4-ə vuracam, böləcəm 2-yə. Və təbii ki, 4x, y bölünsün 2. Bunu daha, necə deyim, aydın şəkildə burada yazacağım sizin üçün ki, görün. Deməli, ilk birincisi dedik ki, 212-dir, 12xy. Daha sonra isə digərini 4 dəfə artırsam, 4 vurulsun, 2 dəfə daha 4x vurulsun, 2 dəfə də y azaldıram, y bölünsün 2 və 64-ə endirildiyi üçün vurulsun 64. Vurulsun 64-üm də 2 üstü 6 deməkdir. Vurulsun 6-ya. Və buradan ixtisarlarımı aparıram 3. Bunu sadələşdirsəm 3 dəfə 4, 12xy olacaq. Deməli, əvvəlcə də 12xy idi, daha sonra isə 12xy oldu. Burada nə oldu? Heç bir şey dəyişmədi. Sadəcə burada 4 dəfə artım var. Burada unudulub. Artım. Və gördüyünüz kimi bu qaydada. Növbəti suala keçək. Növbəti sualımız. Onluq sayı sistemində verilmiş, deməli, 2 üstü 999 ədədini 8-lik sayı sistemində yazılışında nə deyir? İştirak edən sıfırların sayı nə qədərdir? Nə edəcəm? Qüvvətimi götürəcəm, böləcəm. 8-lik sayı sistemi dediyi üçün 8-lik sayı sisteminin məndə bit sayı 3-dür. 3-ə. Bu da bərabərdir. Bərabər mənə nə düşəcək? 3, 3, 3. Qalıq isə nə? 0. Və biz demişdik ki, bizim tam hissəmizin sayı qədər sıfırlar, qalığımızı isə 2-nin qüvvətinə yazırıq. Ədədimiz həmin ədədlə başlayır. 2 üstü 0 mənə verdi nə? 1. Deməli, ədədim 1-dən başlayacaq. Gerisində isə 333 dənə sıfırım olacaq. Yəni, bu şəkildə 333 dənə sıfırım olmuş olacaq. Məndən sıfırlarının sayı soruşduğu üçün elə 333-ün özünü götürürəm. Növbəti suala baxaq. Deməli, növbəti sualımız belədir. Video failin həcmi 25 kilobayt və mətn failinin həcmi 88 kilobayt olarsa, bu faillər diskə saxlamaq üçün neçə klaster lazımdır və klasterin ölçüsü də 4 kilobaytdır. Gəlin baxaq. Deməli, əvvəlcə 25-i böləcəm 4-ə. 6 tam nə qədər? Onu tamlaşdıracam. Yazacam 7 klaster. Daha sonra 88-i böləcəm 4-ə bərabərdir. Tam hissəm düşəcək neçə? 22. Tam bölünəcək də 22 klaster. Və məndə ümumilikdə klaster sayını soruşduğu üçün 22 plus 7 bərabərdir mənə neçə verəcək? 29 klaster. Burada cavab klasterin sayını soruşduğu üçün 29. Yox, əgər həcmi nə qədər edərsə birlikdə soruşulsaydı o zaman nə edəcəm? 7-ni vuracam 4-ə klasterimin sayını. 7 vurulsun 4 edəcək mənə neçə? 28 kilobayt bu edəcək. Daha sonra 22-ni vuracam 4-ə. 22-ni vuracam 4-ə. 88 bu edəcək və 88 kilobayt və təbii ki də bunların cəmi mənə verəcək, deməli 616. Yəni həcmin soruşsaydı 116, amma klaster sayını soruşduğu üçün 29. Növbəti suala baxaq. Deməli, yarışda iştirak edən 1000 nəfərin kodu minimal bit sayı ilə qeyd olunarsa, finala çıxan 400 idmançının kodu neçə baytdır? 1000 minimum, baxın, mini mən təqribən 210 şəklində yaza bilərəm və buradan 10 bitimi tapa bilərəm. 400 idmançı deyirsə, 400-ü vuracam ona, bərabər nə alacam? 4000 almış olacam. Amma 4000 nə? Bit. Məndə baytla istədiyi üçün 4000-i də
böləcəm 8-ə bərabərdir nə almış olacam? 500 bit almış olacam. Növbəti suala baxaq. Python dilində yazılmış proqram icrası zamanı klaviaturadan 5682 ədəd daxil edilərsə, proqram nəticəsini müəyyən edin. Deməli, ilk növbədə klaviaturadan 5682-ni daxil etdim. Gəldim, burada k n-ə bərabərdir, yəni k nədir məndə? 0-dır. Aha, lap yaxşı, getdik. İndi x məndə neçədir? 5682-dir. Ona böləcəm, qalıq neçə qalacaq? 2. Və ona böləcəm, tam hissəm 568 düşəcək və n-imi bir vahid artıracam, olacaq 1. Yenidən başa qayıdıram. 568 kiçikdirmi 0, bəli. 568-i 10-a böləndə deməli qalıq hissəm məndə qalacaq 8, tam hissəm məndə qalacaq 56 və n-i bir vahid artıracam, olacaq 2. Yenidən başa qayıdıram. 56 kiçikdirmi 0, bəli. Və mənim deməli üzr istəyirəm, 56 kiçikdir 0. Bu misalda yanlışlıq var. Bu misalda yanlışlıq var. Nəyə görə? Məndə x-imin qiyməti heç vaxt kiçikdir 0 deyil, böyükdür 0 şərti olmalıdır. Böyükdürmü 0-dan? Bəli. O zaman gəlin bu şəkildə həll edək. 5682. Burada mexaniki səhv gedib. Yenidən davam edək. Burada bərabərdir 0. Və o zaman nə olacaq? Deməli, yenidən davam edirəm. Deməli, 10-a böləndə qalığım 2, tam hissəm 568 və n-im də bir vahid artacaq 1. Yenidən 568 kiçikdirmi? Bəli, qalığım 8, tam hissəm isə 56 edəcək. Burada n-im isə olacaq 2. Yenidən başa qayıdacam. 56 böyükdürmü 0? Bəli, böləcəm ona. Qalığım qalacaq 6, tam hissəm qalacaq 5. N-im isə olacaq nə? 3. Daha sonra 50, deməli, burada məndə x-im ən son 5 almışdım. 5 böyükdürmü 0? Bəli. 5-i 10-a böləndə qalığım qalacaq 5 və 5-i 10-a böləndə tam hissəm qalacaq məndə nə? 0. N-im isə olacaq 4. 0 böyükdürmü 0? Xeyr. Bitdi. Düşürəm aşağıda, k-nı hesablayıram. K məndə 0 idi. 0 üzərinə gəlinsin. N-im məndə neçədir? 4. 10 üstü 4. Yəni, onu 10-a vuranda, yəni onun kvadratı 100, kubu 1000, üzəri də 4 isə 10.000 edəcək. 10.000 də bura 1-ə vuracam. O məndə k-nın cavabını buradan yazacam. Edəcək 10.000. 10.000. Yenidən k-nın yeni qiyməti 10.000-dir. 10.000-i 10-a vuranda mənə edəcək nə? 100.000 plus 1, o da məndə edəcək 100.001. Deməli, 100.001. Belə. Burada sadəcə misalda kiçik bir nüans var. Kiçik 0 şərti olarsa ödənmir. Yəni, böyük də 0 halında burada ödənilir. Qayda bu. Əsas odur ki, biz mahiyyətini başa düşək və bu tip misallarda necə həll etmək lazımdır, onu anlayaq. Daha sonra növbəti suala baxacağım. Növbəti sual. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Gəlin baxaq. Deməli, 56, 2, 5 verilib. Okey, tamam, problem deyil. 56-nı böləcəm 8-ə, mənə tam hissə verə istəyəcək. Deməli, düşəcək məndə 7 dəfə. 7-dən çıxacam. İkisini mənə verəcək 5. A-nın yeni qiyməti 5-dir. 5 böyükdürmü 2-dən? Bəli, o zaman gələcəm. Onu vuracam 5-ə, 50, 50-dən də çıxacam. K məndə 5-dir, 5-i vuracam 2-yə, 10. Bu da bərabərdir məndə nə edəcək? 40. Və if-ə baxdığım üçün else-yə baxmıram. Ən son 40 məndə gedib çıxacaq nəyə? Çapa. Növbəti suala baxaq. Növbəti sualımız yenə Python-dır. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. A0-dır, for i in range. Deməli, 3-dən 8-ə qədər. Birinci i-yə 3 qiymətini verirəm. 3-ü 5-ə böləndə qalığım qalacaq 5, plus 3-ü 5-ə böləndə tam hissəm 0. Burada oldu 3.
Yenidən gedirəm 4 qiymətini verirəm. Bu səfər deməli hesablayacağam. A məndə 3-dür. 3 plus 4-ü 5-ə böləndə 4, yəni qalığım 4. Mənə edəcək necə 7 plus tam hissəm isə yenə 0-dır, 7 olacaq. Bu səfər 5 verirəm. Deməli 7 üzərinə gəlsin. 5-i 5-ə böləndə qalıq 0, yenə 7 elədi. 5-i 5-ə böləndə tam hissəm 1 plus 1 etdi 8. Bu 6 verirəm. 6 qiyməti üçün deməli 8 üstə gəlinsin. Deməli, məndə 6-dır. 6-yı 5-ə böləndə qalıq 1 etdi 9. 6-yı 5-ə böləndə tam hissəm etdi 1, elədi 10. Bu səfər 7 verirəm və sonuncu mərhələdir. Deməli, 10 plus 7-ni 5-ə böləndə qalığım 2, elədi 12. 12-nin üzərinə də gəlirəm. 7-ni 5-ə böləndə tam hissəm 1, etdi mənə nə? 13. Burada cavab olacaq A variantı. Belə, əziz müəllimlər, növbəti sınaqlarımızın və suallarımızın izahında görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.